Hörmətli tədbir iştirakçıları, əvvəlcə hər birinizi salamlayıram. Biz də Şəhər Rayon İcra Hakimiyyəti olaraq tədbirin keçirilməsinə öz əlimizdən gələn dəstəyi göstəririk. Tədbirimiz başlamazdan əvvəl Milli Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edir. Hörmətli şəhərlilər, əziz dostlar, hamınızı salamlayıram. Rəhbəri olduğum Vətəndaş Tribunal İctimai Birliğinin adından, eyni zamanda layihəmizə dəstək vermiş Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin adından sizi salamlayıram. Biz müxtəlif mövzularla rayonlarımızda çıxış edirik. Bugünkü layihəmizin əsas mövzusu Böyük Türk Birliyinin inteqrasiya perspektivləri adlanır. Bilirsiniz ki, 2009-cu ildə Türk Dövlətləri Təşkilatı Naxçıvan şəhərində yaradılıb. Türk dövlətlərinin başçılarının zirvə görüşü zamanı bu qərar qəbul olunub və 2009-cu ildən bəri artıq 20 ilə yaxındır ki, Türk dövlətlərinin arasında əlaqələr, Türk dövlətlərinin liderləri, ayrı-ayrı qurumları arasında əlaqələr möhkəmlənməkdə və genişlənməkdə davam edir. Hədəf ondan ibarətdir ki, kifayət qədər mürəkkəb ictimai, siyasi vəziyyətə malik bir regionda Türk dövlətlərinin təhlükəsizliyini, əməkdaşlığını, iqtisadi inkişafını, mədəni və kulturoloji birliyini təmin olunsun. Türk dövlətləri bildiyiniz kimi təkcə Orta Asiyada deyil, həm də Avropada var. Məsəl üçün, Macaristan Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür və bu demək tədbirlərdə qədər aktiv iştirak edir. Regionumuz dediyim kimi kifayət qədər mürəkkəb bir şəraitdədir, indiki vəziyyətdə. Bunun həm şimalında, həm cənubunda bildiyiniz kimi müharibə gedir və bu müharibələrin istər-istəməz ölkələrimizin vəziyyətinə təsiri olur. Bu təsirlərdən yetərincə demək təhlükəsiz çıxmaq üçün bizim dövlət başçılarımız mütəmadi görüşlər və məsləhətləşmələr aparır. Sonuncu zirvə görüşü bildiyiniz kimi Qazaxıstan Respublikasının Türkistan şəhərində oldu bu ilin may ayında və orada bir sıra mühüm qərarlar qəbul olundu. O mühüm qərarlardan biri ondan ibarətdir ki, demək, Türk Dövlətləri Təşkilatları üzvlərinin hərbi hissələri, hərbi qurumları bircə tərəfləş etsin. Ondan başqa, demək, iqtisadi inkişafın müxtəlif variantları nəzərdən keçirildi. Eyni zamanda Qazaxıstan neftinin, Türkmənistan qazının Bakıdan Türkiyə vasitəsilə Avropaya nəqli haqqında ciddi qərarlar qəbul olundu. İndi artıq dünyanın gündəmini zəbt edilmiş ən böyük mövzulardan biri Orta Dəhliz deyilən bir şeydir. Orta Dəhlizin dedikdə nəzərə almaq lazımdır ki, bu Çindən başlayır, Orta Asiyadan keçərək Azərbaycan və Türkiyə üzərindən Avropaya demək bir marşrut açır. Orta Dəhlizin bir yolu Gürcüstandan keçir. İndiki halda oradan demək qatarlar Azərbaycan üzərindən Gürcüstana və oradan da Türkiyəyə keçib yük daşıya bilirlər. Amma bizim ən çox maraqlandıran məsələlərdən biri bu Orta Dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizidir ki, bizi Azərbaycana birbaşa demək əlaqəmizi o təmin etməlidir. 2025-ci ilin 8 avqustunda Vaşinqton görüşməsi baş verdi. Orada Azərbaycan və Ermənistan rəhbərləri Donald Trump'ın demək iştirakı ilə bu dəhlizin açılması ilə bağlı sənəd imzaladılar. Bu yaxın günlərdə mən oxudum ki, artıq demək Amerika hökuməti 400 milyon dollardan artıq Zəngəzur dəhlizinin demək işə salınması və təmir olunması, bərpa olunması üçün vəsait ayırır. Bundan da əlavə Amerika Birləşmiş Ştatları özünün
nümayəndəsini TRIP layihəsi üzrə nümayəndəsini artıq Yerevana göndərib və Yerevan Ermənistan hökuməti ilə onun arasında razılaşma əldə olunur və sənədlər imzalanır. Demək lazımdır ki, və güman etmək lazımdır, ümid etmək lazımdır ki, ən yaxın zamanda bu Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər, demək, başlanacaq. Nəhayət ki, başlanacaq. Bugün Prezident Naxçıvana gəlib və onun da bizim mətbuatdan oxuduğumuza görə gündəminin əsas məsələsi bu yolun bərpası və təmir işləri ilə başlanması ilə bağlıdır. İndiki halda dəmir yolu doğrudur, mövcuddur, amma bu dəmir yolunun keçid imkanları bildiyiniz kimi Sovet dövrüdür. Sovet dövründə bu dəmir yolu yalnız Azərbaycanın bir hissəsini və Ermənistanın ehtiyaclarını ödəməyə hesablanmışdı. Ona görə də burada demək, sürətli qatarların hərəkəti qeyri-mümkün idi. İndi o sürətin demək, maksimum həddi 120 km/saatda 120 km çatılması haqqında demək, işlər görüləcək. Bu işğal olunmuş ərazilərimizdə artıq yerinə yetirilib dəmir yolu infrastrukturunun yaradılması. Qalır Naxçıvan dəmir yolunun araziləyinə qədər, oradan da Türkiyəyə qədər demək, bərpası və yenidən qurulması. Bu işlərlə bağlı Türk dövlətləri daim demək, öz aralarında məsləhətləşmələr aparır. Azərbaycan iqtisadiyyatı da əsas vəsaitlərindən bir hissəsini bu yolun bərpasına və bu yolun açılmasına yönəldir. Türk Birliyi təkcə iqtisadi məsələlərlə bildiyiniz kimi məşğul olmur. Həm parlamentlər arası əlaqələri var onun, həm mədəni əlaqələri var. Türksoy deyilən bir təşkilat var. Bu Türksoy, Türk dövlətlərinin mədəni əlaqələrinə əsasən məşğuldur. Ayrı-ayrı tarixi şəxsiyyətlərin, yazısı və şairlərin, Nəvainin, Mahmud Qaşqarlının tutaq ki, yubileylərini keçirir, Dədə Qorqud dastanı, Manas dastanı haqqında tədbirlər keçirir. Bu yaxınlarda dünya şöhrətli Qırğız yazısı Çengiz Aytmatovun da yubileyinin Qırğızstanda keçirilməsi Türksoyun gördüyü işlərdən ibarətdir. Bundan başqa, Türk Dövlətləri Birliyinin elmi bir şurası var. Bu elmi şura, demək, bizim tarixi araşdırmalarımızın vahid konsepsiya üzrə nizamlanması ilə bağlı işlər görür. Artıq vahid ortaq türk əlifbasının qəbul olunması yerinə yetirilib, başa çatdırılıb, 34 hərfdən ibarət ortaq türk əlifbası bütün dövlətlər tərəfindən qəbul olunub. Sonra bu məsələ ilə bağlı o biri türk dövlətlərinin hamısının Latin qrafikasına keçməsi demək, artıq həll olunmuş bir məsələ kimi müzakirələr apardılar. Amma çox təəssüflər olsun ki, o qurultayda bizim böyük şairimiz Hüseyin Cavid də iştirak edirdi. Onun yeganə bir video görüntüsü məhz bizim qurultayda çəkilibdir. Çox təəssüflər olsun ki, birinci Türkiyə olaraq qurtarandan sonra çox qısa bir müddətdə 37-ci ilə qədər o qurultayda iştirak edilmiş bütün görkəmli şəxsiyyətlər repressiyaya məruz qaldı. Kimlər öldürüldü, güllələndi, kimlər sürgün edildi, kimlər həyatın ən böyük məhrumiyyətlərindən düçar edildi və onun ideyaları beşiyində ideyalar boğuldu. Bax, indi həmin ideyaları bu Türk dövlətləri təşkilatları demək, müxtəlif özünün yaratdığı qurumlar vasitəsilə həyata keçirir və reallaşdırır. Şimdi şəxsən məşğuldur və o keçən 68-də Azərbaycan liderlərinin Vaşinqtona dəvət edildi Gürcüstana və Azərbaycan üzərindən başı Ermənistan vasitəsilə Türkiyəyə çatdırılmağı qarşıda böyük bir məqsəd kimi durur. İranın mövqeyi bu məsələdə çox maraqlıdır. Bu haqda ikişər deyim, ki, siz də biləsiniz. İran rəsmi dairələri bir mənalı şəkildə bu yolun açılmasına etirazını bildirmir. Bunlar çox diplomatik, siyasi fəndlərlə
bu birbaşa şəhərlərdən yayılırlar. Amma qeyri-rəsmi, məsələn, Əli Əkbər vilayəti keçmiş, onların da Xarici naziri kimi adamların dili ilə öz mövqelərini ifadə edirlər. Bunlar Amerikanın burada iştirakını, regionda iştirakını pisləyərək, demək, bu yolun açılmasında Amerikanın rolunu önə çəkərək deyirlər ki, bu məsələ İranın və regionun maraqlarına bir qədər də uyğun deyil. Amma İranın da maraqları bizə məlumdur, regionun da maraqları məlumdur. Biz öz keçmiş torpaqlarımızda 40 kilometr yolu qət edib, demək, öz qardaşlarımıza, öz doğma ölkəmizə qovuşmaq 30 ildən artıqdır ki, bunun problemlərini yaşayırıq. Və ümid edirik ki, bu yol nəhayət açılacaq və Türk dövlətlərin istər iqtisadi, istər mədəni qovuşmasında çox mühüm rol oynayacaq. Həqiqətən də bu tədbirlərin keçirilməsi bizi elə bil ki, türkçülüyə oyadır. Biz həqiqətən də sosializmin dağılmasının ən böyük əhəmiyyətlərindən biri oldu ki, türkçülüyümüzə biz qayıtmış olduq. Çox vacib məsələdir. Elə baxıram ki, bütün dünya Türkün əleyhinədir. Yəni, bunun əleyhinin qarşısını almaq üçün bugün Türk Dünyası Birliyinin çox vacibdir. Ona görə də bizim cənab prezident hələ dekabrda gəlirdi, yollarda cəmaatı kilov götürdülər, Mehridə filan. Yəni, bunu Ermənistan bağlayıbdır. İndi bunu bütün dünyəviləşdiriblər. Ermənistan sadəcə olaraq mənim öz şəxsi fikrimdir. Bu hadisələri belə müəyyən uzatmaqla müəyyən maraqlar və Azərbaycana müəyyən tələb qoymaq istəyirlər. Ermənistan siz onun böyük bilgini ölçər, Azərbaycanda maliyyə vəsaiti var, bunu həll etmiş olar. Həqiqətində bu yaxınlarda Qırğızstanda da bu yığıncaqlar davam etmiş oldu. Orada bizim dövlət başçısının qarşılanmasından yola salınmasına qədər onun o tədbirlərdə iştirakı bizə çox qürur verirdi ki, bizim misal dövlət başçısı, yəni bunun təməlini qoyan bizim dövlət başçısı olubsa, bütün Türk dünyasında olan ölkələri birləşirsə, bu bizim üçün fəxrdir. Mən də bir vətəndaş kimi həqiqətən də bunlara çox inanıram. Bu yaxınlarda Naxçıvan televiziyasının demək, Tuzluzda da ki, o yol ki açılır, demək, belə tramplar qoyublar. O demək gəlib birləşəcək mən bu iqdirə qədər, ondan sonra bizim Naxçıvan. Yəni, ümid verici faktlar var, biz buna inanırıq ki, bu yol açılacaq, gəzir də açılacaqdır. Amma bu lənəti üzr istəyirəm, bu erməni hadisələri uzatmaqla elə bir ki, vaxt qazanıb müəyyən bir bu Türk dünyasına zərbə vurmaq istəyir. Orta məktəbinin müəlliməsi Şəfa müəllimə verəcək, məlumat buyursun. Tədbir iştirakçıları, dəyərli qonaqlar, ziyalılar və yaxından hörmət dəstəliyim, güclü qələm sahibi, əsərlərini daim yüksək mənəvizliklə oxuduğum publisist yazar Səfər Alşardır. İcazə verdim mən və sizi doğulub doyuruşa çatdığınız Şərif Bahar adından salamlayın və sizə xoş gəlmisiniz deyim. Mən də bir Türk qızı kimi istədim ki, Türk dövlətlərinin birliyi haqqında olan bilgilərimi, düşüncələrimi sizlərlə paylaşım. Bildiyiniz kimi, Türk xalqları minilliklər boyu ortaq dilə, ortaq tarixə, milli mənəvi dəyərlərə, dərin mədəniyyətə malik olmuşlar. Məhz bu ortaq köşklər bizi bu gün də bir-birimizə yaxınlaşdırır, həmrəyliyimizi möhkəmləndirir, genişləndirir. Əlbəttə ki, əlaqələrimizin genişlənməsində istər iqtisadi sahədə, istər humanitar, istər mədəni sahədə Türk dövlətlərinin birliyinin təşkilatının rolu daha mühümdür, mən bunu qiymətləndirirəm. Və eyni zamanda biz bildiyimiz kimi Azərbaycan dövləti Türk dövlətlərinin ayrılmaz bir hissəsidir. Daim öz qonşu dövlətləri ilə dostluq münasibətində olur. Xüsusilə Türkiyə olan qardaşlıq münasibəti ildən artır, güclənir və qardaşlıq münasibətinin bütün dünyada bir meyar kimi nümunə olması əlbəttə bizi qürurlandırır. Çıxışımın sonunda demək istəyirəm ki, birlik olan yerdə güc var, həmrəylik olan yerdə inkişaf var. Mən əminəm ki, Türk dövlətləri arasındakı olan əlaqələr təkcə ölkəmizin inkişafı üçün deyil, eyni zamanda xalqlarımızın rifahı, bölgədə, regionda, sülhə, sabitliyə xidmət edəcək. Çox sağ olun. Sağ olun. Bizim bu Qarabağda qələbəmiz oldu. Çox gözlədim ki, bizim bu şairlərdən, yazıçılardan bunu bir işlandıranlar, necə deyirlər, cəmaata onu bir çatdırarlar, bu müharibənin ağırlığı, müharibənin fəxrini
onu çatdırarlar. Amma necə deyərlər, bəs yumandı, bəlkə də bundan sonra olacaqdı. Mən o vaxtda bir cızmaqara elədim. İstədim ki, o cızmaqaranı elə hamımızın diqqətinə çatdırım. Yazıldı tarixə 44-cü gün. 556-cı diviziyamıza bunu həsr eləmişəm. 20-ci ilin yaz aylarında 556-nı yaratdı yurdum. Qurtardı təlimdə, bitdi hazırlıq. 556-mız əmr aldı bir gün, baş qərargahda. Diviziya döyüşə girir sabahda. Yardı keçilməyən çadın sədləri, Azəri yurdunun mərkitləri. Azca boylananda üfüqdən səhərin bağrını yardı güllələr. Güllələr mələyin sovrur yeri. Elə bir yarılır göyün qübbəsi. Üstünə çevrilir torpağın altı. Amansız döyüşür, iştirak altı. Ordumuza eşq olsun Azərbaycan ordusuna, eşq olsun Azərbaycan dövlətinə, eşq olsun Azərbaycan xalqına, eşq olsun, yaşasın bizim Müzəffər Ağabey Başkanımdan. Sağ olun. Rayonumuzun yazıçılarından Xədicə xanım da burada iştirak edir. Xədicə xanım, buyurun. Xədicə xanım sizə eşidib ki, buradasınız. Özü gəlir. Buyurun Xədicə xanım, həmişə sinə dəftərdir, doludur. İştirakçılarını və səfər alışlarını qurmağımızı xoş gəlmişsiniz, salamlayıram. Bizim hamımıza məlumdur ki, Azərbaycan əsgərləri döyüşərək Qarabağımızı işğaldan azad etmişdir. Bizim hər birimizə məlumdur ki, dostluq günü-gündən möhkəmlənir. Bunu hər birimiz bilirik. İcazə versəniz, mən öz şeirimlə bir çıxış eləyərdim, yanıqlarınız çox. Əllərinə qurban olum anamın. Beşiklər başında hər an boyaqdır. Yollarıma ışıq saçan mayaqdır. Əllərinə qurban olum anamın. Bütün şəhid anaların qarşısında baş əyirəm və şəhid anaların əllərindən öpürəm. Mən keçən il avqust ayında Qarabağda, Şuşada oldum, Xankəndində oldum, Cıdır düzündə oldum, Əsgəran qalasında oldum. Şəhidlərimizin tökülən qanını orada ətrini aldım. Onlar sanki ruhları ilə mənimlə danışırdı. Bütün şəhidlərimizin qarşısında baş əyirəm. Ruhları şad olsun. Allah rəhmət eləsin deyilək. Sualım olacaq. Deməli, biz sizə Türk dövlətlərinin ortaq əlifbası yaranırdı. Bu əlifbanın tətbiqi nə vaxt olacaq? Nə vaxt da gözlənilir? Onunla bağlı sual vermək istəyirəm. 34 hərfdən ibarət ortaq Türk əlifbası yaradılıb. Amma bu elə şeydir ki, bunu demək, direktiv qərarla tətbiq etmək biraz alınmaz. Siz gördünüz ki, biz məsələn Latin qrafikasına keçidi 90-cı illərin ortalarında qəbul etmişdik. Amma reallaşdı 2000-ci ildən sonra. Ona görə bu əlifbiyada keçid bir qədər belə yumşaq olmalıdır. Bunu sərt bir mənalı qanunla tətbiq etmək çətindir. Məsələn, Orta Asiya Cumhuriyyətləri hələ heç Latin qrafikasına keçmir. Hələ də Kirillə yazılır. Amma onların da qanun qəbul ediblər ki, Latin qrafikasına keçsinlər. Gərək bunlar Latin qrafikasına keçsin ki, bu əlifbanın da tətbiqi nisbətən asanlarsın. Mən güman edirəm ki, çox çəkməz. Uzaq başı 10 ilə bu cumhuriyyətlərin hamısı o əlifbadan istifadə edəcək. Rusiya ərazisində yaşayan, deməli, Rusiya ərazisində olan qurumlardan, türk qurumlarından bir də Sinsuziyan Uyğur əyalətləri tətbiq olunacaq gəlmiş, yoxsa? Yox, Çinə məsələləri çox həssasdır. Biz o təşəbbüs o tərəfdən olmalı. Bizim tərəfdən təşəbbüs olsa o bir qədər mənə gəlir, problem yaradar. Hələlik. Amma orada Cumhuriyyət əhali sahəyə kütlələri çox böyükdür və istər-istəməz gec-tez onlar da bu birlikdən faydalanacaqlar. Sizin sabahlı olan gününüzdə, onun münasibətdən sizi təbrik edirik, işlərinizdə uğurlar var. Çox sağ olun.
Səfər Nazım bir məsələn deyil. Bu Xocalıda Könlənə baba yaramaz bir heykəl var da belə. O nə vaxt elə bizim cəmaət gedir, bayıqlarla onun önündə şəkil çəkilirlər, mən xəcalət çəkirəm. Axı o örtüyə alınmalıdır, o bir hükunət yeridir, o bir separatizmi dəstəkləyən bir təbliğat mexanizmidir. Bu yaxınlarda Yesin tıxırı da asıldı. Mən getdim, amma mən orada şəkil çəkdirmədim, mən videosunu çəkmişəm. Orada da nə deyirəm onlar haqqında? Yəni deməmiz odur ki, sizin də yuxarı dairələrdəz, belə şeylərə bizim oradakı olan səfirliklərdə var, misal Rusiyanın özündə, Azərbaycandakı, bu nə olan şeydir ki, bunu bir gün içində həll eləmək olar. O abidə hər kəs görür. Yəni, görünür, nəsə var ki, bilirsiniz, bunlar, bizim bu mənfur qonşularımız, bunlar öyündə bizlə beynəlxalq səviyyələrdə Cuva qəbristanlığının davasına aparır. Bilirəm o Gürcüstandakı. Gürcüstanda yox, Culfada. Cuğada onun aslında Gürcüstanda. Bax, bunlar bu cür davalar aparırlar. Orada çoxlu xaçlarla da doldurmuşdular da, bütün Xan kəndini, Dağlıq Qarabağın ərazisini. Bunların lazım olmayanların hamısını götürüldü və onlar yenə də ermənilər o şəkilləri paylaşırlar, beynəlxalq ictimaiyyətə qaldırmağa çalışırlar ki, Azərbaycan vandallıq eləyir, tarixi abidələri sökür və s. Azərbaycan hökumətinin bu arada mövqeyi konkretdir və demək söz. Bu abidə də mən güman edirəm ki, çox durmayacaq orada. Hər şeyin vaxtı, zamanı var da. Tələsmək olmaz. Azıq Cənabı ki, Öz minnətlarımızı bildiririk. Sağ olun.